Xadimə işi də var yoldaşlar. Xadimə işi misal üçün universitetdə də var, ada universitetində olmalıdır, bəli. Ondan sonra xadimə işi makro şirkətində var, sonra başqa yerlərdə də xadimə işləri var. Landada da var. Xadimə işi misal üçün başqa əfəndilər qrupda da var. Ümumiyyətlə, xadimə işlərinin bəzən yüksək məhəqqilli olan variantı da olur, amma belə ortalama götürdükdə xadimə işləri adətən 600-700 manat civarında dəyişir. Misal üçün, əfəndilər qrupda 35-45 yaşlılar üçün var, 600 manat tələb edir, 600 manat verir daha doğrusu. Sonra başqa bir xadimə işindən də bəhs edeyim mən sizə. Bu da misal üçün 20-50 yaşlılar üçündür, 550 manat verir, Şuxovdadır. Baş Gömrük İdarəsinin yanındadır. Bir sıra daha doğrusu xadimə işləri var. Onlarla da tanış olmaq istəyirsə və yaxud da bunlarla tanış olmaq, bunlara müraciət etməkdə dəstək istəyirsə, bir sürü diş tapmancası səhvini çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, doğrulayıcılardır kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.